Hoş gördük dostlar. Bugünkü dersimiz bizim yine Sibul'dan olacak. Ama Sibul'un ST blokları üzerinden kurulması ST yadınızdadırsa sequence table'dır ve bu dersleri biz artık sizinle kesmişik. Yadınızdadırsa deməli gəlişinci ya dördüncü ders olub. Bir açın sistemini de təyin baxaq. Deyəsən değer 1'də ya değer 2'də artıq biz kurmuşduq sequence table'ı. Və burada fərqlərini də göstərəcəm sizə. Hə dostlar, System View açıldı. Deməli gələk biz bir proyektdə deməli bizdə sequence table-lara baxmaq üçün şimdi səhv etmirəmsə, yox. Buraya gələk. Bəli, buradaydı. Yazıca düşürsə, burada biz həm condition yazırdıq, həm də action yazırdıq. Bəli, bunlar idi dostlar. Yadınızdadırsa conditionlar idi və actionlar idi. Yəni burada çıxış olaraq nə gələcək? İndi eyni blokun üstündə biz çalışacağıq Sibul dilində bir proqram yazaq və test edək. Ona görə açarıq değer 6 blokunu. Değer 6 boşluğu, değer 5'te işleyildiği biz diyersem derste. Bəli, burada işləyirik dostlar. Ona görə də biz burada nə edirik? Çəkək qırağa. Çəkək və birinci biz nə etməliyik? Birinci gəlin switchləri əlavə edək. Ondan sonra qayıdaraq bu hissəyə. Practice change. Bu kompilyasiya yazsın. Tamam, gəlirik deməli switch'ə və seçirik switch default. Və burada action'dan sonra dostlar deməli əlavə edirik. Bizə lazım olan parametrlər in1, in2, in3 və out2, out1, out3. Yazırıq deməli in1, enter. N2, ondan sonra M3, M3 ve out 1, out 2 ve out 3. Deməli save edirik və bizə başlayıb 13-cüdən 13-dən save edirik dostlar bunu. Learning yoxdur, error yoxdur və bağlayaq. Və gəlirik bizim function block 5-ə. Və 2 ədəd deməli ST16 əlavə edirik. Adını qoyacağıq matrix 1, matrix 2. Insert function block. Bizdə bu başa bunu ST16 adını qoyaq matrix 1. Bir ədədini də bura qoyaq. Enter. İkinci yani ilk barada ya da axırda yazarıq, qoy getsin belə. Və dostlar, açaq matrix 1-i və onu dolduraq. Details.
Deməli, bura yazırıq. Yazırıq. Nə yazacağıq? M1 nöqtə 1 data 10 M2 nöqtə 1 data 10 və M3 nöqtə 1 10. Ekranı da böldüm. Bu tam görsənsiniz sizdə. Bu tam action'la görsənlər. Gözlə bunu. Action'lar da gəlir. Və action'lara nə yazacağıq? Deməli, out 1 nöqtə 1 build out. Burada bir yazmadım. Burada L ve out 2 nokta TV burada out 3 nokta TV burada L. Ha, dostlar, burada bir dənə qaldı bunu düzəltmək. Burada nə deməkdir? Latch deməkdir də, yəni zaşolka deyirlər ona. Rus dilində latch, yəni ki, bu condition dəyişsə belə bu qalacaq bağlı. Və keçək bizim yuxarıdakı addımlara. Burada nə edəcəyik? Burada deməli, yox. Bir dənə də gəlin matrisanı eləyək, modunu eləyək manual. Deməli, matris 1 nöqtə mod və burada manual. Yəni burada biz bir obyektin şərtlərin istifadə edə bilərik. Manual, large və keçək bizim bu hissəyə, hansında ki artıq dəyişmə olacaq ya olmayacaq. Burada bir yazaq və deməli yes olsun. Bu da bu ikisi nə oldusa bizdə deməli actionlar nə olsun? Actionlar olsun bizdə çox var. Bizdə belə eləyir onda dostlar. Əgər birinci condition gələcəksə bu intro 10 olacaqsa, gəlin elə ancaq birinci alt işləsin. Yes, ikinci altda qalsın noda və ondan sonra deməli, əgər ikinci məqsədləşək, əgər bu modsa, bu yesdirsə və bu modsa, deməli, burada eyni cür no, yes, no. Və axırıncıda da qoyaq, əgər no olursa, no və no, bunu eləyək deməli, no, yes, və deməli, gəlin manualda, çevir manuala, avtomatla işləməsi manualda olsun. Dostlar, burada bir şey də əlavə etməliyik. Deməli, burada yazılır A. Buraya yazacağıq 2. İndi izah edəcəm. Burada yazacağıq deməli A. Burada yazacağıq 3. Və burada yazacağıq A. Burada yazacağıq 1. Bu nə deməkdir dostlar? Yəni, bu yuxarıdakı bizim addımlarımızdır. Burada şey yazmışdır. Bu bizim addımlarımızdır. Bu isə növbəti hara keçməlidir. Yəni, bu addım bitəndən sonra bu keçməlidir ikinci addıma. İşte, bura keçməlidir. Yəni, biz bu məntiqi aşağıdan dəyişə də bilirik. Yəni, lazım gəlirsə birinci addım qutarandan sonra keçə bilərik təzədən birbaşa üçüncü addıma.
Yəni bu bizim addım dəyişiklikləridir və burada elə birbaşa yazmışıq. 1, 2, 3. 3-dən sonra qayıdırıq bir ədəsə. Yəni bu məntiq o deməkdir. Bu da ki bizim addımlarımızdır. Yəni 1 bitdi, 1-dən sonra gəldi. Bu conditionları yoxladı, bu actionları etdi və keçdi ikinci addıma. Və ondan sonra yuxarıda da bu addım bitdi. Gəldi keçdi üçüncü addıma və üçüncü addımdan sonra qayıdıb gəlsən birinci addıma. Dostlar, buranı save eləyək və keçək bizim ikinci matrisanı da dolduraq. Bu dərsimizi bitirək. Tamam. Burada eyni şey yazır. 21.pv data 10 2.pv data 10 3.pv və burada da yazır out 1.pv ve burada out 2.pv ve out 3.pv ve yerinde matrix 2 not manual burada yazar L ve keçir yukarı hissəyə. İkinci addım, ikinci addım ve üçüncü addım. Burada ne iniyor dostlar? Burada deməli gələ bir şeydə. No, yes, no, not. Burada da gəlin eynidir. Dostlar, mən programı yox. Burada burada da eyni şey. No. Yes. No. Yes. Və keçək bizim deməli və qalsın geçsin manuala. Keçək bizim Excel-dəki bunlara. Burada da yenində 3 bir dənə yoxlayaq dostlar, siz də yoxlayın M1, M2, M3, PV, 10, yes. 6-2 PV var içində. Buradan bağlayaq. Yes. Gəlin bu matrix yoxlayaq. Matrix yazmışız. Düzdür dostlar, bir dənə də buranı save edək, baxaq görək errorumuz çıxmır. Yox, errorumuz yoxdur dostlar. Bu dərsdə belə bitirəcəyik. Növbəti dərsdə davam edəcəyik bu dərsin davamını. Çox sağ olun, təşəkkür edirəm sizə. Ayrıca özünüz də Yokogawa haqqında oxuyun. Çox gözəl sistemdir. Çox mükəmməl yaradılıb. Düzdür, baxır sizin istifadəyə. Mənim üçün, məsəl üçün, daha çox Siemens daha xoşdur. Bilməm nəyə görə. Ola bilsin ki, Yokogawa'dan tam belə istifadə etməmişəm.
Ona görə amma tədricən sizlə bərabər öyrənirəm və test edirəm hər bir şeyi. Oldu dostlar. Sağ olun, təşəkkür edirəm.